Hər birinizi salamlayıram, əziz izləyicilər. Bugünkü mövzumuz olacaq funksiyanın artması və azalması. Bu nədir funksiyanın artıb azalması? Yəni, funksiyanın, arqumentin kiçik qiymətinə funksiyanın kiçik qiyməti, arqumentin böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gələrsə, bu olacaq artan. Göründüyü kimi, yəni kiçik qiymət verəndə funksiya kiçik qiymət alır, böyük verəndə böyük. Artım olacaq orada. Funksiya yəni böyüyəlir. Burada isə fikir versəz, arqumentin kiçik qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlib. Arqumentin böyük qiymətinə funksiya kiçilib. Yəni burada azalıb, azalmadır. Buna görə də bu funksiya azalan funksiyadır. Yəni funksiyanın bax böyük qiymətini versəm əgər, kiçik qiymətin verdiyim qiymətdə, yəni arqumentin böyük qiymətini verirəm funksiyaya, aldığımız nəticə kiçik qiyməti verdiyim qiymətdən kiçik olduğuna görə bu azalandır. Bucaq əmsalının işarəsinə görə də funksiyanın artıb azalmasını təyin etmək olar. Burada düsturumuz var da, y bərabərdir kx plus b. Burada k bucaq əmsalıdır. Əgər bucaq əmsalı sıfırdan böyük olarsa, bu artandır. Burada da göründüyü kimi bu artan funksiyadır. Və burada fikir versəz, y bərabərdir kx plus b, k kiçikdir sıfır olsa, onlar azalan. Fikir verin. Sıfırdan kiçikdir. Bu azalan funksiyadır. Deməli, bucaq əmsalının qiymətinə görə funksiyanın qrafikinin, yəni düz xəttin dikliyini, yəni y-ə yaxınlığını görmək olar. Yəni funksiya k nə qədər böyük olarsa, y-ə bir o qədər yaxınlaşır. Normal funksiyamız budur. Əgər kiçilirsə, yəni 1-dən kiçilirsə, 0 ilə 1 arasında olursa, deməli nə olacaq? X-ə yaxınlaşma olacaq. Əmsal k nə qədər böyük olsa, böyük. Y-ə, yəni dikliyi biraz çox olar. Y-ə daha yaxındır. Y-ə daha yaxındır. Daha yaxındır. Və burada da bu azalan funksiyadır. Fikir versəz, nə olur? Yenə də mənfi olanda y-ə inib, yaxınlaşıb. Kiçilir də bu. Amma burada böyüyəlir. Birincidə. Sualımıza baxaq. Deməli, deyir ki, verilmiş tənliyi y bərabər kx plus b şəklində yazmalı funksiyanın artan və ya azalan olduğunu müəyyən edin. Qrafik qurmalı fikirlərinizin doğruluğunu yoxlayın. Məsələn, yazıb x plus 2y bərabərdir 6. Biz 2y tapaq, yəni funksiya y tapacaq da. Bu nə olacaq? Mənfi x plus 6 olacaq. X-i sağa atdım. Hər tərəfini 2-yə bölsəm, 2-də 1 x plus 6. Burada fikir versəz, k mənfi olduğuna görə bu nə olur? Azalan. Azalan. Və deyir ki, qrafik qurmaqla fikirlərinizi əsaslandırın. Qrafikimizi quraq, fikirlərimizi əsaslandıraq. Deməli, y-oxunun kəsişmə nöqtəsi bu 6-dır. B-dir. 6. Nə verirəm? X-ə nə verirəm ki, y 0 olar? Yəni, x-ə 0 verəndə 6 oldu. Burada da mənfi 3 verərəm. Deməli, yox, 12 verərəm. X-ə mənfi 12, yox, müsbət 12. Müsbət 12 verərəm ki, ixtisar gedər 2 ilə, qalar mənfi 6, toplayanda olacaq. Müsbət 6 ilə toplayanda 0 alınacaq. Yəni, qrafikimiz olacaq belə, bu qayda. Və fikir versəz, burada əgər, buradan görsənir ki, bu funksiya nə olur? Azalandı. Həm də, əgər x oxu ilə, bu düz xət x oxu ilə kör bucağı əmələ gətirirsə, kör. Bu olacaq azalan. Yəni, k-sı da 0-dan kiçik olur. Bunu bildik. Geçdik buna. Eyni qaydanın bu proseduru burada da yenə yetirəcəyiz. 4x minus 3y bərabərdir 12.
3y nəyə bərabərdir? 4x minus 12 olacaq. Hər tərəfini 3-ə bölsəm 4x bölünsün 3 minus 12-ni də 3-ə bölsəm 4 qalır. Və bunun da qrafikini quraq. X, y. X-ə 0 versəm, y oxu ilə kəsmə nöqtəsini tapacaq. -4. Deməli, indi y-ə 0 versəm bunu taparam. Y-ə 0 versəm, x oxu ilə kəsmə nöqtəsini taparam. 4x bölünsün 3 minus 4 bərabərdir 0. Hər tərəfini 3-ə vursam 4x minus 16 bərabərdir 0. 3-ə vursam bu olacaq 12. X bərabərdir 12 bölünsün 3 olacaq, 4 olacaq. 4 olacaq, o da 3-ə bərabərdir. Deməli, 3 versəm x-ə, ixtisar gedəcək, olacaq 1, 1-i də 4-ə vuranda 4, 4-dən də 4 çıxanda 0. Deməli, burada nə olacaq burada? X-imizin qiyməti 3 olacaq. Buradan da göründüyü kimi bunun qrafiki budur. Burada 3'ü, buradan silək. Burada yazaq. Buradan da göründüyü kimi bu kası böyükdür 0-dan, artandır, artan. Və buradan da x oxu ilə iti bucağı əmələ gətirdiyinə görə bunu da görmək olar. İtidir, bu da olacaq artan. Fikir versəz, yəni x-in qiymətləri, fikir verin, x-in qiymətləri arta-arta funksiya özü nə olur burada? Artır. Buradan da görmək olar. Digər tərəfdən obrusunda eyni qaydadan yaza bilərik. 2x minus y bərabərdir 3, y bərabərdir 2x minus 3. K'sı böyükdür 0-dan artan. Qrafikini quraq. Grafikini də qururuq. Y oxunun kəsmə nöqtəsi -3-dür. Burada 1,5 verəcəm. Y 0 olsun. Bunun qrafiki bu qaydanın. Buradan da göründüyü iti artan və x-in qiymətləri arta-arta funksiya özü, y özü artır. Yəni x-in kiçik qiymətinin kiçik, böyük qiymətinin böyük uyğun gəlir. Burada oldu artan, artan. Qrafikdən də göstərdi. Deyir ki, 6-da xətti funksiyanın qrafikinə görə bucağımsını müəyyən edin. Funksiyanın artan yoxsa azalan funksiyanın düsturunu yazın. Burada biraz iş çox tələb edir. Belə yazaq da, A bəndinə baxaq. Yazıb ki, burada əgər x ilə iti bucağı əmələ gətirirsə artandır, artan. Yəni K'sı 0-dan böyükdür, bunu bildik. Sonra, burada neçədir? 2. B'si 2'dir. Yəni y bərabərdir kx plus b funksiyasının düsturudur da bu. Deməli, burada -2 verir. X-ə də -2 verir. B-ni tapdıq. İndi y-ə 0 verəndə, x-ə 0 verəndə, bax burada. B-sini tapdıq 2. Yəni x-ə burada 0 versəm, k vurursan 0 plus b. Deməli, burada bunu 0 elədi. Yəni, y oxunu hansı nöqtədə kəsdiyini göstərdi. Bu da b-dir. İndi y-ə 0 versə, y bərabər olacaq, k vurulsun. Hansı qiymətində 0 olur y? -2. -2 plus b-ni də tapmışıq da, b neçə oldu? 2. Bu olacaq 2k, sağa sola keçirdim, bu 2, k da oldu 1. Gətirib yerinə yazacaq, düsturunu yazacaq. Y bərabərdir, k-mız 1'dir, vurdum x-ə x plus b-miz də 2'dir. Bu da onun düsturudur. Bu qayda ilə davam edəcək. Keçək növbəti sualımıza. B bəndində deyir ki, K'sı kiçikdir 0'a, çünki kör bucağı əmələ gətirir. İndi yazırıq. Y oxunun B'si oldu 2. Sonra
Yəni düsturumuz da belə olmalıdır. Kx plus b. Y bərabərdir kx plus b-ni də tapdıq 2. Bunu bildik. İndi y 0 olması üçün x hansı qiymət verib? 1 qiymət. Burada. X-ə 1 verib. Deməli burada b-ni 2-dir burada. 1-dir. Üzr istəyirəm. 2 yazmışıq. Bu 1-dir. İndi y-in 0 olması üçün y-in 0 olması 0 bərabərdir k vursun x-ə nə verib? 1 plus 1. K da mənfi k. K da bərabərdir mənfi 1. K-mız oldu mənfi 1. Gətirib yerinə yazırıq. Y bərabərdir mənfi 1 x plus 1. Yəni x-ə 1 versəm y olacaq neçə? 0. X-ə 1 verəndə y olub 0. Burada oldu azalan. Azalan. Yəni buradan da görsənir də. X-in qiymətləri arta-arta funksiya olub. Böyükdən gəlir, balacaya gedir. Buna keçək. Yazaq burada. Deməli, burada itidir. İti, k böyükdür 0. Bunu bildik. Mənfi 2 verib. Y oxu. Mən kəsmə nöqtəsi B-dir. B də 1-dir. İndi y bərabərdir kx plus 1. Burada da mənfi 2 verəndə nə olub? Y 0. X-ə mənfi 2 verəndə y 0 olub. 0 bərabər k-nı tapmaq üçün. K vurulsun mənfi 2 plus 1. Oldu 2k bərabərdir 1. K da oldu 2-də 1. Düsturumuz da belə olacaq. Y bərabərdir 2-də 1 x plus b-miz də 1 idi. Bu da bunun düsturu. Bu da oldu artan. Çünki k-sı böyükdür 0-dan. Bu qaydanı hər birini izah edirəm ki, başa düşəsiniz. Deməli, 7-yə baxaq. 7-də nə deyir? Xətti funksiyanın qrafiki verilən iki nöqtədən keçir. Bucağı misalını müəyyən edin. Funksiyanın düsturunu yazın. Funksiya artan, yoxsa azalan, funksiyanın qrafikini qurun. Burada da iş biraz çox tələb olunur. Deməli, bucağı misalını tapmaq üçün düsturumuz var. K bərabərdir. Deməli, y2 minus y1 bölünsün x2 minus x1. Bu k-nı tapmaq üçün düsturdur. Bunu yadınızda saxlayın. Deməli, y2-miz mənfi 5, çıxılsın y1-miz 7, bölünsün x2-miz mənfi 1, x1-miz 3. Bu oldu mənfi 12, bölünsün mənfi 4. Böləndə 3. Deməli, bucağı misalını müəyyən elədik birinci üçün. Funksiya artandır, yoxsa azalan. Əgər k böyükdür 0-dan artan. Deməli, A-sı tapdıq. Bucağı misalı 3. B-sində isə artandır. Artan. Bunu da bildik. Keçdik C-yə. Funksiyanın düsturunu yazın. Düsturunu yazmaq üçün də belə bir düstur var. Y minus y1 bölünsün x minus x1. Bir də bərabərdir k-ya. Tapdığımız bu k-ya. Yəni belə də yaza bilirsiniz. Y minus y1, y2 minus y1 bölünsün x2 minus x1. Y-i dəmirəm. X1-in qiymətini yazırım. Neçədir? 3-dür. Burada. Bölürəm. X minus y1-in qiyməti 7-dir. X1-in qiyməti də 3-dür. Bərabər edirəm 3-ə. Yəni k-ya. Və çarpaz vursam bunu, y minus 7 bərabərdir olacaq 3x minus 9. Y-də tapsam 3x minus mənfi 9-da 7 gəlsəm, eləyəcək mənfi 2. Bu da onun düsturu. Bu da C bəndinə aiddir. Sonra deyir ki, qrafikini qur. Bunu tapdım, qrafikini qurmaq daha rahatlaşacaq işimiz. X, Y. Y oxunu mənfi 2-də kəsir. X-ə də nə verirəm ki, 2 çıxanda 3 olsun. Yəni, Y-ə 0 verərəm, onu tapıram.
3x minus 2. 3x bərabərdir 2. X də oldu. 2 bölünsün 3. Burada olacaq 2 bölünsün 3. Bu nöqtədən keçəcək. Bunun da qrafiki belədir. Və iti bucağı əmələ gətirir. Göründüyü kimi bu da oldu. Artan. Buradan da kanı görürük. Burada da artandı. Göründüyü kimi düsturunu da yazdıq. Grafikini də qurduq. Artıb azalmasını da müəyyən elədik. Eyni proses B, C üçün də keçərlidir. Bunu bu qayda ilə tapırsınız. Yəni düşünürəm ki, bunların hər birini yazmaya ehtiyac yoxdur. Birini başa düşdünüz, o birisini yazacaqsınız. Neyse, bu yazdığımız silindi. Yəqin videoda qalacaq. Onu dayandırıb baxacaqsınız. Deməli, 8-ci sual. Ya da bir dənə də bunu yazaq. Bir daha da möhkəmləndirək. Ola bilsin. Bu getdi. Tapmaqda da vaxtımızı itirməyək. Deməli, yazırıq yenə də. K-nı tapmaq üçün y minus y1, y2 minus y1, x2 minus x1 tapırıq. K-sını tapırıq. Y2 neçədir? 2-dir. Y1 də 5-dir. Bölürəm. X2 neçədir? 0-dır. X1 də 1-dir. Toplamda 1 olur. Bu da oldu. Mənfi 3 bölünsün 1. Cavab mənfi 3. K-sı kiçikdir 0-dan. Deməli, B bəndinin birincisi K kiçikdir 0. Yəni K bərabərdir mənfi 3 aldıq, tapdıq. Funksiya artandır yoxsa azalan? 2 azalan. Çünki K-sı mənfidir. Funksiyanın üçüncüsü. Düsturun yazın. Düsturun yazmaq üçün də bunu deyirəm. Yəni aşağı siniflərdə səhv eləmirəmsə 8-ci sinifdə olmalıdır. Y minus y1 bölünsün x minus x1 bərabərdir K. K-nı tanımışıq da. K da nədir? Bu düsturdur. Bunu da yaza bilərsiniz K-nın yerinə. K-nı tanımışıqsa ehtiyac yoxdur. Y-ə dəymirəm. Y1-i çıxıram. Nəyə? 5-i. 5 bölünsün x minus x1 plus 1 olur. Bərabərdir K-da mənfi 3. Və çarpaz vururam bunu. Yəni bu qayda ilə y minus 5 alınır. Bu da olur mənfi 3x minus 3. Və y-i tapanda da y bərabərdir mənfi 3x. Mənfi 3 üstə də 5 gəlirəm 2. Buradan da K-nın görsənir. Tapdığımız K çıxdı. İndi grafikini qururuq. Grafikin buna baxaq. X, y. Y oxunun kəsmə nöqtəsi 2-dir. X-ə də neçə verəcəm? Yəni X oxunun kəsmə nöqtəsini tapmaq üçün y-ə 0 verəcəm. 3x plus 2 bərabərdir 0. 3x bərabərdir mənfi 2. X bərabərdir mənfi 2 bölünsün 3. Mənfi 3. O da edir 2 bölünsün 3. Bu da bu qaydana. 2 bölünsün 3. Və grafikimiz də buradan keçir. Buradan da görsənir. Kördür. Bucaq X oxu ilə azalan olduğunu göstərir. Azalan. Grafikini də qurduq. Bu da 4. Həm də 4-ə uyğundur. Sonra düsturunu da yazdı. Bu da düsturu oldu 3. Bu qayda ilə davam edirsiniz. Keçirik 8-ci suala. 8-ci sualda nə deyir? Təyin oblasti 1-4 olan hər hansı artan funksiyanın qrafikini təsvir edin. Tutaq ki, təyin oblasti hər hansı artan funksiya yazırıq. Y bərabərdir. Yazaq belə. X plus məsələn 1. Bu artan funksiyadır. Qrafikini təsvir edin. Təyin oblasti 1-dən X-ə qiymətlər verib tapaq. Deməli, neçə olacaq? 1 verəndə 2 olur. 2 verəndə 3 olur. 3 verəndə 4 olur. 4 verəndə 5 olur. Yəni grafikimizdə belə olacaq. İndi bunu düz çəkək. X, Y. Bu artan olduğuna görə grafiki bir üstdən keçəcək. Deməli,
Deməli, 1 verəndə yazaq 1, 2, 3, 4. Bu olacaq 1, 2, 3, 4. Bizə təyin obası 1, 2, 3, 4 verilmişdi. Ona görə biz bunları epizod yazmağa -1. 1 verəndə 2 alınıb, 2 verəndə 3 alınıb, 3 verəndə 4 alınıb. Yəni bu qayda ilə gedəcək bu. 0 da versəm, yəni buradan keçəcək bu. Belə. 0 verəndə 1 alınır. Bu qayda ilə keçəcək bu qrafik. Bu da onun qrafik. B bəndində də azalan olduğuna görə y bərabərdir. Tutaq ki, -x plus 1 və yaxud da -1 yazıb eyni prosesi burada da eləmək olar. 9'a baxaq. Deyir ki, y bərabərdir fx funksiyası mənfi sonsuzluqdan müsbət sonsuzluğa aralığında təyin olunmuş və azalan funksiyadır. Yəni k-sı kiçikdir 0. Azalandır. Azalandırsa nə demişdik biz? Kiçik qiymətində böyük, böyük qiyməti, yəni arqumentin kiçik qiymətində, x-in kiçiyində, kiçik qiymətində funksiya böyük olur. Funksiya böyük olur. Böyük. Yəni fx 1 böyükdür fx 2. Yəni böyük qiymətində kiçik olur. İndi kiçik qiymətinə baxaq. Artan sırada düzün. Ən kiçik nə olacaq? Ən böyük qiymət f2. Sonra nə olacaq? f0. Sonra da f-4. Yəni -4-də ən böyük qiymətini alacaq. Bu qayda ilə təyin edirsən. Bu qədər sadə. B bəndində, C bəndində eyni prosesdir. Keçdik 10-cu suala. 10-cu sualda deyir ki, qrafiki 1, -1 A nöqtəsi, B nöqtəsi, 2 nöqtəsini keçən funksiyanın düsturunu yazın. Deməli, düsturunu yazmaq üçün k lazımdır bizə. K-nı tapmaq üçün yenə də y-y1, y2-y1, x2 x1. Buradan yazırıq. y2 1'dir, 1 minus y1 -1'dir. Plus olacaq 1. x2 2'dir. Çıxılsın x1 də 1'dir. Bu olacaq cavab 2. K-nı tapdıq 2. Sonra gətirib düsturumuz var. y minus y1, x minus x1. K-nı yazdıq 2. Bu da həm də k-ya bərabərdir. Yazırıq. Y minus y1 neçədir? -1 plus 1 olur. X minus 1 olur. Bərabərdir 2. Çarpazı vurub açıram. Y plus 1 bərabərdir 2x minus 2. Y də tapsam 2x minus 3 olacaq. Bu da bunun düsturu. Düsturunu yazın. Sonra funksiyanın düsturunu yazın. Yazdıq düsturu. Artan sırada düzün. İndi B bəndində deyir ki, f-in 3 qiymətində, 4 qiymətində və 2 qiymətində aldığın qiymətləri artırsa, nə olacaq? f-4 kiçikdir f-3 kiçikdir f2 olacaq. Çünki artan olduğuna görə kiçik qiymətinə kiçik, böyük qiymətinə böyük qiymət uyğun gəlir. Arqumentin kiçik qiymətinə kiçik, böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlir. Qiymətində qoyub yoxlaya bilərsiniz. Tutaq ki, f-3-də neçə idi? 2 vursun -3, çıxasın 3. Bu neçə elədi? -6 minus 3 oldu -9. f-4 yazırıq. Neçə olur? 2 vurulsun -4 çıxasın 3. Bu neçə idi? 2, 4'ü -8, 3 çıxanda -11. Görürsünüz? f-4 balacadır. f2 olanda neçə olur? 2 vurulsun 2 minus 3. Bu da olur 1. Gördüğünüz kimi bu şərt ödənilir. Keçək C bəndinə. Onun. Arqument hansı qiymətə olduğunu müəyyən edin. Arqumentin hansı qiymətində funksiya 1-dən böyükdür.
arqumentin hansı qiymətində. Buradan da görsəniz ki, əgər bu artan funksiyadırsa, artan. Bu artan funksiyadır tapdıqda. Çünki kası böyütü sıfır. Deyir ki, x-in hansı qiymətində funksiyanın bir qiymətindən böyük olacaq. Buradan da görürsəniz ki, funksiya ən kiçiyi 1 olur. 1-dən 1 daxildir və 1-dən böyük qiymətlərdə funksiya nə olacaq? Böyük, yəni 1-dən böyük olacaq. Bir qiyməti verəndə neçə olur? Bir qiyməti versəm düsturumuza 2, 2-dən 3 çıxır -1 və bu qədəni artırsam funksiya özü nə olacaq? Artacaq. Bir qiyməti verəndə 2, 2-dən 3 çıxanda -1. Fikir verək, qrafikinə baxaq. Bunu analiz edək. X, Y. Düsturumuz neçə idi? Bunu yazaq. Y bərabərdir 2x minus 3. Qrafikini quraq. -3 və x-ə 1,5 qiymət verəndə qrafik bu qaydadan keçir. Deməli, birdən, tutaq ki, burada 1 qiyməti olsa, -1 verəcək də. Bu olacaq -1. Yəni, birdən böyük qiymətlər verə-verə funksiya nə olur? F1-dən böyük olur. 1 də bərabər olsa, eyni qiymət olur. Bu qaydanı yazırıq. Keçirik 11-ci suala. 11-ci sualda deyir ki, funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırlarını tapmaq üçün y bərabər 0 olmalıdır. Tapaq. X kvadrat minus 4 bərabər 0. X kvadratı 4-dür. Birinci kök 2-dir. İkinci kök də -2-dir. Bunun sıfırlarıdır. Sonra, qrafiki sxematik təsvir edin. Keçdik qrafikin sxematik təsvirinə. Qrafiki sxematik də bu qayda ilə təsvir edəcək. -4 vayda aşağı, 4 vayda aşağı, kökləri neçədir? -2, 2 nöqtəsindən keçir. Bu qayda ilə bunda sxematik təsvir elədi. İşarə sabitliyi. İşarə sabitliyi yəni mənfi sonsuzluqdan -2-yə qədər funksiya nə olur? Müsbət. Bu burada. Bura kimi funksiya müsbət alır. Müsbət. Və bir də 2-dən müsbət sonsuzluğa buradan böyüklər alır. Burada da müsbət. Müsbət alır. Və -2 ilə 2 arasında gördüyünüz kimi funksiya nə olur? Y nə olur? Mənfi olur. Bunu da təyin elədi. Artma azalma aralığı. Bunu necə tapırıq? Mənfi sonsuzluqdan 2-yə kimi azalır. Üzr istəyirəm. Mənfi sonsuzluqdan 4-ə kimi. Bura kimi nə olur? Y. Azalmağa doğru gedib. Bir də -4-dən də müsbət sonsuzluğa artıb. Biz yanlış məlumat verdik burada. Deməli, x-in hansı qiymətinə? Deməli, mənfi sonsuzluqdan x-in hansı qiymətidir? 0-a kimi. Nə olub bura? Azalıb. Bir də 0-dan böyük qiymətlər, müsbətlər də artıb. Bax, 0-dan böyüklər. Yəni, 0-dan böyük verə-verə funksiya nə olub? Böyüyər. Bunu belə yazaq. Deməli, mənfi sonsuzluqdan 0-a qədər azalıb. 0-dan müsbət sonsuzluğa kimi nə olub? Artıb. Funksiya böyüyəlib. Yəni, burada fikir verirsiniz, mənfi sonsuzluqdan gəlib x-in 0 qiymətinə kimi azalıb. Və 0-dan da böyüklər verəndə artıra funksiya özü artıb. Keçirik B bəndinə. B-də də yazırıq y bərabərdir modul x minus 1. Modul funksiya bilir də, normal funksiya belədir. Bu da cüt funksiyadır. Bunu düz çəkək. Y oxuna simmetriyadır.
Birinci də cüt funksiya idi. İndi -1 olanda nə olacaq? Hə, deyir ki, sıfırını tap. Y bərabərdir 0, modul x bərabərdir 1 olacaq. X də oldu 1 qiymətində ödəyir, bir də -1 qiymətində. -1 də müsbət 1 də verəndə 1 alınacaq. İndi bunun da sıfırlarını tapdıq. Sıfırları budur. Keçdi. İndi qrafikini quraq. Orada çatmayacaq yerimiz. Burada yazaq. X, Y. Nə olacaq? -1, 1 vahid aşağı. Köklərimizdə sıfırları da tapmışdıq axı. O sıfırları da yazacaq bura. 1, bu da -1. Bunun qrafikini təsvir elədi. Deməli, mənfi sonsuzluq, deməli burada mənfi sonsuzluqdan -1-ə kimi alır müsbət. Bunlar, y-lər müsbətdir burada. Və 1-dən də müsbət sonsuzluğa bu da alır müsbət. Burada. Müsbət, müsbət. Və bu aralıqda mənfi olur. -1 ilə 1 arasında isə mənfi qiymət alır. Bu da müsbətdir. İndi deyir ki, nə istəyir? Artıb azalma ağlarını göstər. Deməli, mənfi sonsuzluqdan 0-a kimi və bura kimi, x-in 0-na kimi nə olub? Azalıb. Mənfi sonsuzluqdan 0-a azalma nədir? Azalır da, y oxu kiçilir. 0-a kimi azalıb və 0-dan da müsbət sonsuzluğa kimi nə olub? Artıb. Desə, hansı aralıqda artıb, y-in hansı qiymətlərində olacaq? -1-dən müsbət sonsuzluğa nə olub? Bu artıb. Artan funksiyadır. Yəni, mənfi sonsuzluqdan 1-ə bu qiymətlərdə y böyüyəlir. Amma mənfi sonsuzluqdan 0-a kimi nə olub? Azalıb, bir də 0-dan müsbət sonsuzluğa kimi artıb. Bu qaydana təyin edirsiniz. C bəndində yazaq. Y bərabərdir -x-in kvadratı plus 2x plus 3. Sıfırını tapaq. Sıfıra, yəni y-i sıfıra bərabər eləyək. Olacaq -x plus 2x plus 3 bərabər 0. X kvadrat minus 2x minus 3 bərabər 0. Köklərin cəmi 2-dir. Vuranda da -3-dür. Neçə olacaq? 3 -1. Kökləri 3 -1, yəni sıfırları. İndi qollar hara olacaq? Bunu bu cür də təyin edə bilərsiniz. Köklərini tapdıq. -1, 3, y oxunun kəsmə nöqtəsi nə olacaq? 3-dür. A-sı kiçikdir 0-sa qollar aşağı. Bu qaydana bunu sxematik təsvir elədi. Deməli, nə olacaq? Burada mənfi sonsuzluqdan -1-ə kimi bu qiymətlərdə nə olub? Y mənfi olub. Mənfi olur. İşarə sabitliyik. -1-dən 3-ə qədər olanda bu hissədə müsbət olub və 3-dən kiçik, yəni 3-dən müsbət sonsuzluğa kimi qiymətlərdə funksiya nə olub? Biz onu yenə itirdik. Təzə yazacaq. Y bərabərdir -x kvadrat plus 2x. Sıfırlarını tapırıq. X kvadratı, y yəni 0-a bərabər edirik. Deməli, minus 2x plus 3. Köklərin cəmi 2. Hasili, burada mənfi olmalıdır. -3. Neçə olacaq? -3
müsbət 3 cəmi 2-dir. Müsbət 3, mənfi 1. Sıfırlarını tapdıq. Qrafikini quraq. Bunu kənara çıxmaq yenə etməsin. Deməli 3-dür, mənfi 1-dir. Y oxunun kəsmə nöqtəsi burada 3-dür. Qollar aşağıdır, çünki A-sı mənfidir, A kiçikdir 0-dır. Bu qayda ilə tapırıq. Və mənfi sonsuzluqdan mənfi 1-ə qədər burada y-lər nədir? Mənfidir, funksiya. Mənfi qiymətlər alır, işarə sabitliyidir. Hamısında mənfidir. Və mənfi 1-dən 3-ə qədər burada funksiya müsbət alır. Və 3-dən müsbət sonsuzluğa bu aralıqda da funksiya mənfi alır. Deyir ki, artıb azalmanı göstər. Mənfi sonsuzluqdan hara kimi? Funksiyanın artıb azalma. Mənfi sonsuzluqdan bura kimi hara? Sıfıra. Argumentin, yəni 0 qiymətinə qədər bu 3 qiymətində. Bura kimi funksiyanın 3-nə kimi azalır. Üzr istəyirəm. Artır. Və 3-dən də kiçik azalır. Hansı qiymətlərdə? 0-dan böyük qiymətlərdə. Yəni mənfi sonsuzluqdan 0-a kimi nə olub? Mənfi sonsuzluqdan 0-a kimi artıb, bir də 0-dan müsbət sonsuzluğa kimi azalıb. Yəni x-in bu qiymətində, x-in 0 qiymətində nə olur? Buradan 3-dən başlayaraq azalmağa doğru gedib. Yəni x-in qiymətlərini artıra funksiya nə olub? Azalıb. Burada azalıb, artıb, burada da azalıb. Bu qayda ilə təyin edirsiniz. Dərsimiz bu qədər. Sağ olun.